Əqidə ilə bağlı hədislər silsiləsi. Tövhid əhlinin əminlikdə və hidayətdə olma fəsli. Bismillah, vəlhamdülillah, vəssalatu vəssalamu alə rasulillah, əmmə bə'd. Əziz və dəyərli müsəlmanlar, tövhid bildiyiniz kimi insanların və cinlərin yaranma səbəbidir. Yəni Allah Azza və Cəllə buyurur ki: "Və mə xalaqtul cinnə vəl ins illə liyəbudun." Mən cinləri və insanları yalnız mənə ibadət etsinlər deyə yaratdım. Ey yuvahhidun, yəni məni tövhid etsinlər. Və tövhid kitabların nazil olma səbəbidir. Tövhid rəsulların göndərilmə səbəbidir. Tövhid insanların müsəlman və kafir olaraq iki yerə bölünməsinə səbəbdir. Tövhid cənnətin və cəhənnəmin yaranmasına səbəbdir. Tövhid göylərin və yerlərin ayaq üstə durmasına səbəbdir. Məhz tövhid kəlməsinə görə qılınclar qınından çıxmış, cihad əmr olunmuşdur. Həmin bu tövhid öz sahibini əminlikdə və hidayətdə saxlayır. Abdullah ibn Məsud radiyallahu anhu belə deyir: "Ləmmə nəzələt əl-ləzīnə əmənu və ləm yəlbisu imanahum bizulmin, qullə ya Rasulallah, eyyuna la yezlimu nəfsəhu, qalə leysə kəmə təquluna ləm yəlbisu imanahum bizulmin bişirkin, əvələm təsməu ilə qavli Lukman li-ibnihi, ya bunayyə la tuşrik billahi, innəş-şirkə ləzulmun azim." Əxrəcəhu əl-Buxariyyu. Buyurur ki, İbn Məsud radiyallahu anhu, iman edənlər və imanlarına zülm qarışdırmayanlar ayəsi nazil olduğu zaman biz dedik: Ey Allahın Rəsulu, hansımız öz nəfsinə zülm etmir ki? Allahın Rəsulu sallallahu aleyhi və səlləm buna müqabil buyurdu ki, bu sizin dediyiniz kimi deyil. İman edənlər və imanlarına zülm bulaşdırmayanlar, qarışdırmayanlar, burada məqsəd şirkdir. Yəni, وَلَمْ يَلْبِسُوا إِيمَانَهُمْ بِظُلْمٍ, yəni şirkdir. Siz Loğman əleyhissalamın öz oğluna nəsihətini eşitmədinizmi? Ey oğulcuğum, Allah'a şirk etmə, həqiqətən şirk böyük bir zülümdür. Fikir versəz, Allahın nəbisi ayədə keçən وَلَمْ يَلْبِسُوا إِيمَانَهُمْ بِظُلْمٍ oradakı zülm sözünü şirk deyə təfsir etdi. Yəni iman edib o imanlarına şirki qarışdırmayanlar, yəni tam tövhid üzərində olanlar, həmin onlar əminlikdə və hidayətdə olandır. Yəni tövhid səbəb olub ki, onlar əminlikdə olsun və hidayətdə olsun, həm bu dünyada, həm axirətdə. Digər hədisdə Rabiyyətə İbni İbadin Əd-Dəli radiyallahu anhu buyurur ki, قال رأيت رسول الله صلى الله عليه وسلم بصر عيني بسوق ذي المجاز يقول يا أيها الناس قولوا لا إله إلا الله تفلحوا ويدخلوا في فجاجها والناس متغسفون عليه فما رأيت أحدا يقول شيئا وهو لا يسكت يقول أيها الناس قولوا لا إله إلا الله تفلحوا. Əxrəcəhu Əhməd. Rabi İbn İbad Əd-Dəli radiyallahu anhu buyurur ki, mən deyir Allah Rəsulu sallallahu aleyhi və səlləmi Zu Məcaz bazarında gözümlə gördüm. O belə deyirdi: Ey insanlar, La ilahə illallah deyin, qurtulun.
bazarın yollarına girmişdi və insanlar da onun ətrafında toplaşmışdılar. Lakin o insanlardan heç biri bir şey demirdi. Allah Rəsulu isə belə deyirdi. Allah Rəsulu isə susmur və deyirdi, ey insanlar, La ilahə illallah deyin və qurtulun. Hədisi İmam Əhməd rəvayət etmişdir. Bu hədis də bizə nəyi göstərir? La ilahə illallah. Yəni Allahın Rəsulu buyurur ki, bu sözü deyin, yəni tövhid kəlməsini deyin, qurtulun, əminlikdə olun, hidayətdə olun. Çünki tövhid səbəbdir insanın bu dünyada və axirətdə əminlikdə olmasına, bu dünyada və axirətdə hidayətdə olmasına. Şübhəsiz ki, tövhidin qəlbdə nə qədər kök atması miqdarında insan o qədər də bu dünya və axirətdə hidayətdə olur və əminçilikdə olur. Bu iki hədis bizə göstərir ki, tövhid necə fəzilətli bir şeydir. Tövhid öz sahibini necə himayə edir, necə onu qoruyur, necə onu azğınlıqdan, şirkdən, küfürdən, nifaqdan qoruyur, dünyada əminlikdə, axirətdə əminlikdə saxlayır, dünyada hidayətdə, axirətdə də hidayətdə saxlayır. Allah Azza və Cəllə bizi tövhid əhli etsin, bizi tövhid üzərində sabit etsin və canımızı tövhid üzərində alsın və bizi salihlərə qovuştursun. Və sallallahu alə nəbiyinə Muhammed və alə alihi və sahbihi ecmaîn.